Hamıya salam. Mən indi sizə adjektiv qaydasını izah etməyə başlayıram. Adjektiv nədir? Adjektiv sifətdir. Yəni Azərbaycan dilində də olduğu kimi sifət, nitq hissəsi. Sadəcə fərqli cəhəti nədir? Sifətdə bizdə ingiliscə 3 dənə dərəcə var. Biri adi dərəcədir, biri müqayisə dərəcədir, biri üstünlük dərəcəsidir. İlk öncə adidən başlayaq. Baxın, yazılıb ki, adi dərəcənin şəkilçisi yoxdur. Yəni adi bir sifətdir. Məsələn, big, böyük, long, uzun, difficult, çətin, beautiful, gözəl. Heç bir şey əlavə eləmirsiniz. Təkcə sifət qoyursunuz. Bunu hardan bilirsiniz ki, adi dərəcədir? Əgər cümlədə bunlar olsa, too, very, enough, so, such, rather, quite, bunlar olsa, siz adi dərəcə işlədirsiniz. Diqqətli olun. Baxın, bu göstəricilər. Bizdən bu göstəricilər tələb olunursa, biz adi dərəcədəyik. Keçirəm müqayisəyə. Müqayisənin əsas göstəricisi zəndir. Siz əgər cümlədə zən görürsünüzsə, mütləq müqayisəyə götürməlisiniz. Müqayisə isə 2 yolla düzəlir. Ya sözün sonuna er atırsınız, ya da more atırsınız sözdən əvvələ. Necə olur? Məsələn, big sözü neçə hecalıdır? 1 hecalıdır. Yəni, bir dənə saiti varsa 1 hecalıdır. Təkcə er artırırsınız, bitir. Ona görə er artırırıq. Burada da long sözüdür. Sözün kökü tək hecalıdır. Bir dənə o var. Ona görə yenə er artırırıq. Yəni, sözün əgər 1 və ya 2 hecası varsa er artırırsınız. Amma 2-dən çoxdursa, yəni 3, 4, 5 və ardı. Çoxdursa təkcə more artırırsınız. Er falan artırmırsınız, səhv olar. Zaten more artırmırsınızsa erə ehtiyac yoxdur. Baxın, burada difficult necə hecalıdır? U, 3 hecalı. Gördünüz, çox hecalı. Ona görə more yazmalısınız. More difficult. More beautiful. Digər sinli göstəriciləri hansıdır? Göstəriciləri də budur. Hamısı. Əgər cümlədə bunu görsəz, bunlardan birini görsəz, kifayət edir ki, müqayisə dərəcəsi götürəsiz. Gəlirəm üstünlüyə. Üstünlüyün də ən birinci göstəricisi Z-dir. Z yazmasaz üstünlük hesab olunmur. Baxırıq, üstünlük də 2 formada düzəlir. S-lə, most-lə. Yenə tək hecalılara S-də artırırsınız, amma Z-sini yazmasaz səhv olar. Z biggest, görürsünüz, big tək hecalıdır, bir dənə S-də artırıblar. Bir dənə də long var, tək hecalıdır, S-ini artırıblar, Z-sini yazıblar. Z-sini yazmasalar, bu zərf olur artıq, zərfin üstünlüyü olur. Amma bizə sifət lazımdır. Nə vaxt ki, zərfin üstünlüyü lazım olar, onda Z-sini yazmazsınız. S-ini amma yazmalısınız mütləq. İndi zərfi izah eləyəndə onda deyəcəm sizə. İndi keçirəm, çox hecalıdırsa necə olmalıdır? Çox hecalıdırsa Z-si öz yerində qalmalıdır. İxtiyar yoxdur bunu tərif etməyə. Mostu yazırsınız. Mostun yanında bir dənə difficult'unu əlavə edirsiniz. Olur üstünlük dərəcəsi. Əgər cümlədə bunları görsəz, üstünlük dərəcəsinə keçirirsiniz variantı. In, on, at, among, one of all, have ever, has ever, had ever. Bunlar hamısı üstünlük dərəcəsinin göstəricisidir. Və bəzi sözlər var ki, sifətlər var ki, nə er qəbul eləyir, nə est qəbul eləyir, heç nə qəbul eləmir. Öz başına dəyişirlər. Necə? Siz tutaq ki, good sözünü, yaxşı sözünü, adi dərəcəsini bilirsiniz. Elə gooddur. Müqayisəsi betədir. Üstünlüyü the bestdir. Bad sözünün adi dərəcəsi ilə bad, yəni pis, biraz pis, bir daha pis, worse, the worst çox pis. Much, many, müqayisəsi more, üstünlüyü the most, little, müqayisəsi less, üstünlüyü the least. Bu qədər. Burada da qeyd edilib ki, yəni er olmaz artırmaq, er olmaz, est olmaz, heç bir şey olmaz artırmaq. Bunlar kökündən dəyişir. Bu sizin qramatikanız. İndi biraz gedək, test eləyək, görək necə anlamışıq. Bu 11-ci sinifin testidir. 11-ci sinif toplunun. Biraz bundan eləyək, biraz da 9-dan eləyək. Aha, gəlirəm, baxıram ki, adjective adverbdir. Okay. Görürəm ki, elə cümlənin başında bir dənə Z var. Bir dəqiqə. Cümlənin başında cümlə nə ilə başlayır? Z ilə başlayır. Z nəyin göstəricisidir? Üstünlüyün. Üstünlük isə bizə nə lazımdır? Est lazımdır. Elə variant A. More olmaz, müqayisədir. Near adidir, olmaz. Bu müqayisədir, olmaz. Bu most üstünlüydür, amma ki, nə edirəm mən bunu? Mənə sadəcə nearest lazım. Near sözü
2 hecalıdır. Ona görə most olmaz. Most çox hecalı ilə işlənir. Aha, gəlirəm göstəriciyə baxıram, veri görürəm. Veri hansı dərəcə idi? Adi dərəcə. Adi dərəcə olan hansıdır? Adı. Bu müqayisədə olmaz. Bu üstünlükdür. Bu üstünlükdür. Bu da müqayisədə olmaz. 3. Baxıram, görürəm. A, nöqtədən sonra zən gəlib. Zən müqayisədir. Müqayisə hansıdır? Bu üstünlükdür. Olmaz. Bu üstünlükdür. Olmaz. Bu da bu müqayisədir. Niyə olmaz? Çünki nice sözü tək iki hecalıdır. 2 hecalıda mor artırmırıq. Təkcə A variantı. Sonra baxıram, görürəm ki, aha, müqayisə var. Müqayisə most olmaz. Ən olmaz. Most olmaz. B olmaz. Qalır mor. Deyərsiniz ki, bu article hardan gəldi? Çıxdı. Article movie sözünə görə. Movie nədir? Filmdir. Film sayılır. Sayılır. Təkdədir. Təkdədir. Ona görə E article lazımdır bizə. Gəldik 5-ə. Baxıram, görüm dərəcəmiz hansıdır? Aha, zəndir. Zən müqayisədir. Müqayisə hansıdır? Good adidir, bad adidir, best üstünlüydür, worst üstünlüydür, worse. Deyərsiniz ki, bunun eranı görə bilməzsiniz, çünki bu kökündən dəyişir. Bayaq izah eləmişdim, ha, dedim öz başına olanlar. Bu öz başınadır, öz başına dəyişir. Gəlirəm bura, baxım görüm hansı dərəcədədir? As. As həmişə adi dərəcədir. Yəni ortaya bir dənə adi, bir dənə sifət atmalıyam. Mor müqayisədir. Müqayisə, üstünlük, adi. Gəlirəm, tapıram, müqayisədir. Bu adi də olmaz, üstünlük olmaz. C hələlik qalsın. Bu olmaz, bu da olmaz, elə C. Çünki interesting çox hecalı müqayisəsi həmişə morla düzəlir. 8. Baxıram, dərəcə göstərisizləndir. A olmaz, C olmaz, D olmaz, Y olmaz, B. Sonra baxıram ki 9-a baxıram, görürəm ki, göstərici nədir? As, hansı dərəcə idi? Adi dərəcə. Mor olmaz, R olmaz, most olmaz, Z olmaz, elə old. 10-cuya da baxaq, digərlərini siz eləyərsiniz. Baxım, görüm hansı dərəcədəyəm? Adi dərəcədəyəm, as var. R olmaz, most olmaz, mor olmaz, Z olmaz, strong olar. 11, 12, 13, 14, 15. Siz yazın, cavablarını atın mənə. İndi keçim 9-un toplusuna. Baxaq, burada nə var? Aha. Baxım, görüm hansı dərəcədəyəm? Baxdım ki, baxa bilmədim. Bir dəqiqə. Baxdım ki, adi müqayisə dərəcəsindəyəm. Müqayisədə Z olmaz, most olmaz, mor olmaz. Mor larger qalar. Bir də, mor larger qalmaz. Çünki mor çox hecalı ilə işlənir. Large sözü tək hecalıdır. Ona görə A. Sonra, baxım dərəcəmiz zəndir. Müqayisə Z olmaz, mor olmaz, Z olmaz, most olmaz, A. Yenə baxıram, müqayisədəyəm. Nə qədər müqayisə var? Est olmaz, mor olmaz, most olmaz, adi olmaz, D. Yenə zən gəldi, müqayisə. Most olmaz, Z olmaz, mor olmaz, adi olmaz, A olur. Yenə müqayisə. Mor olmaz, 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 olar. Zən, bunu siz yazın, atın mənə cavabını. 7-ni də siz yazın, atın. 8-i də siz yazın, atın. 9-a baxırıq. 9-u baxım, heç nə yoxdur. Hələ ki görmürəm. Yenə zəni gördüm. Müqayisəni götürməliyəm. Good adidir. Mor beta deyə bir şey yoxdur. Z best üstünlüydür. Best üstünlüydür. D. Dərəcə göstəricimiz bundan sonra yoxdur. Cümlənin əvvəlində. Of all. Hansı dərəcə idi? Üstünlük. Üstünlüksə Z est lazımdır. Mor olmaz. Burada est var, amma Z'si yoxdur. Ona görə səhvdir. R olmaz, most olmaz, çünki calm tək hecalıdır. Getdi, qaldı D. 11. Dərəcəmiz zəndir. Zən olduğuna görə very adidir, olmaz. Burada mor qalar. Tired boş olmaz. Baxaq, görək. To adidir, olmaz. Most üstünlüyü olmaz. Aha, yəni B variantı. Düzdür, soruşarsınız ki, burada yaxı bu tək hecalıdır. Baxın, 1, 2 dənə hecalı var. Niyə mor gəldi? Amma digər variantlarımız da çıxmır. Yəni, burada B variantıdır. 12.
This is one. One göstəricidir, üstünlük dərəcəsidir. Üstünlükdə good olmaz. The most good deyə bir anlayış yoxdur. Best olar, amma z'si olsa olar. Çünki the best üstünlükdür. Best zərfdir. Bizə sifət lazımdır. Bu olmaz. Olmaz. Ye. Bu niyə olmaz? Çünki müqayisədir. Aha, gəlirəm burada diqqətli olun adverb tapmağa. Adverbin qrammatikasını növbəti videoda izah edəcəm. Ona görə buna baxmıram. Keçirəm 14-ə. Burada göstərici yoxdur. Variantlarla işləyək. Kind zen. Zen olursa kind olmalıydı. S varsa burasında da S olmalıydı. S-lə S-in ortasında S işlənməz. Kind tək olmalıydı. S-lə S-də kind olmaz. Müqayisə olmaz. S as kind düzdür. D. Sonra baxım görüm dərəcə göstəricisi zen var burada. Easy olmaz. S olmaz. More olmaz. Much olmaz. C olur. Baxıram görəm yenə zen gəldi. S olmaz, most olmaz, B olmaz, more olmaz, Y oldu. Baxım among gəldi. Among hansı dərəcə idi? Üstünlük olmalıdır. Ona görə üstünlük olanları saxlayıram. Much olmaz, more olmaz, ed olmaz. Best Z'si olsa düz olardı. Ona görə səhvdir. The most talented olar. Aha, gəlirəm. 18-də dərəcəmiz zəndir, müqayisədir. Müqayisədirsə C olmaz, more olmaz, S olmaz, much olmaz, B olar. 19. Among üstünlüydür. Üstünlük olanda bu olmaz, bu olmaz, more olmaz, best S'si lazımdır. Yoxdur, ona görə səhvdir, qalır Y. 20. Sonuncunu da eləyim, digərlərini siz eləyərsiniz. Of all. Üstünlüğün göstəricisidir. Bu adidir. Burada Z lazım idi. Ona görə olmaz. Every adidir. More müqayisədir. Yəni Y. 21-i siz eləyin. Yox, 21 də mən eləyim. Çünki burada sifət tapmaqdır. Baxın, ən asan versiyada nədir? Tunel bildiyimiz tuneldir. Nə? Tunel getdi. Sonra access hesabdır. Bildiyimiz hesab. Nə? Hesab getdi. Sonra experience təcrübə. Nə? Təcrübə getdi. A variantında da bu nəqliyyat vasitəsi deməkdir. Nə? İsimdir. Ona görə getdi, qaldı Y. 22-ni də mən eləyim, çünki sifət tapmalıyıq. Baxaq görək. Beauty, gözəllik. Nə? Gözəllik getdi. Skyscraper, göydələn, uzun göydələn. Nə? Göydələn. Prize, hədiyyə. Nə? Prize, hədiyyə getdi. Pomegranate, nar deməkdir, meyvə olan. Ona görə getdi, isimdir. Floor, dad verən deməkdir. Nə? Dad getdi. Qaldı healthy, sağlam, attractive, cəzb edici. 23-ü, 24-ü, 25-i, 26-nı siz eləyirsiniz. Rəylərdə mənə yazırsınız cavabını. Bir də onu qeyd edeyim ki, bəzi test var burada. Məsələn, look sözü var, smell sözü var, sonra taste sözü var. Bu sözləri harda görsəz özündən sonra sifət işlədin. Baxın, bura qeyd edirəm. Siz də bir yerdə yazın ya da yadda saxlayın. Look, taste, smell. Sonra nə var idi? Look, taste, smell. Feel var, hiss eləmək. Sound, sound, eşitmək. Sonra seem, görünmək. Appear var, o da görünməkdir. Appear yazılır. Grow var, böyüməkdir. Yəni bunları görsəz, əslində çoxdur, hardasa ondan çox olmalıdır. Amma ən çox testlərdə işlənən bunlardır. Amma tam siyahını istəsəz mənə yazın, göndərim. Bunları testdə görsəz özündən sonra sifət götürürsünüz. Sifət mütləq. İndi baxın, 38 ilə 39 ona aiddir. Deməli, baxırıq ki, 38-də look var. Bizdə siyahıda look var idi mi? Var idi. Deməli, özündən sonra nə istəməlidir? Sifət. Baxırıq, görürük ki, bu sözün kökü pleasantdır. Ly burada zərfdir, olmaz. Burada ly zərfdir, olmaz.
Sonra sweet sözün kökü ly zərf olmaz. Happy sözün kökü ly zərf olmaz. Bir də nə qalır? B. İndi deyərsiniz ki, bunun da kökü love-dır da. Love, daha doğrusu belə love. Love sözün kökü ola bilər, amma feildir. Feildən sifət yaranmır axı. Burada, baxın, burada sifətdən zərf yaranıb. Hamısında sifətdən zərf. Amma burada feildən zərf necə olsun? Feildən sifət yaranıb. Yəni B variantı. 39 da onun kimidir. 39-da baxırıq, görürük ki, smell var. Smell görək siyahıda var. Yes, var. Görürük ki, smell var. Smell özündən sonra nə istəyir? Sifət istəyir. Baxaq görək hansıdır sifət. Burada sözün kökü sweetdir. Bu ly zərf yaradıb. Olmaz. Awful, awfully olmaz. Zərfdir. Very, well ümumiyyətlə zərfdir. Olmaz. Bitterly, bitter acı, ly zərflidir. Olmaz. Unusual. A variantı. Aha, bu da belə. İndi siz qalan testləri eləyərsiniz. 23, 24, 25, 26-nı. Cavablarını mənə yazarsınız. Nə sualınız olsa qeyd eləyərsiniz. Mən cavablandıraram. Bunun siyahısını istəsəz mənə yazın. Mən sizə atım. Növbəti dərsimizdə zərfi izah eləyəcəm və ən əsas burada very, to, a lot, enough nələrlə işlənir, özündən sonra, özündən əvvəl nələr tələb edir, onları keçəcəm sizə. Hələlik bu qədər. Uğurlar.